Salam, həndəsənin əsas anlayışları mövzusunda növbəti suala baxırıq. Şəkildə AB CD-yə paraleldir, BY YC-yə perpendikulyardır. BCD bucağı 28 dərəcə olarsa, ABY bucağı neçə dərəcə olar? Buradakı bucaq soruşulur. Əvvəlcə paralel düz xəttləri uzadırıq. AB CD-yə paralel idi. Burada BY-ni uzadıram, yəni BY burada kəsən olacaq. Olacaq BK şəklində. İndi buradakı bucaq 90 dərəcədir. Bu bucaq da burada görünən CKD, YCK üçbucağı üçün xarici bucaqdır. Üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Və yaxud 90-dırsa, bunun qonşusu da 90-dır. Bucaqlardan biri 90, iti bucaqlardan biri 28. Digər iti bucaq olacaq 90 minus 28, yəni 62 dərəcə. İndi burada şəkildə görünən 62 dərəcəli bucaq və bu X bucağı daxili bir tərəfli bucaqlardır. Çünki iki paralel düz xətt və üçüncü düz xətt bunları kəsir. Burada daxili bir tərəfli bucaqlar alınır. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcəyə bərabərdir. X üstəgəl 62 bərabərdir 180-a. X olacaq 180 minus 62, yəni 118 dərəcə. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.